Salam dəyərli izləyicilər, Danışır Set podkastını izləyirsiniz. Podkastımızın ilk buraxılışında çox vacib və hər bir səyahətçini maraqlandıran mövzuya toxunacağıq. Aviasiya sahəsində kiber təhlükəsizlik. Bilet aldığımız andan etibarən həmçinin səyahət zamanı fərdi məlumatların qorunmasına qədər burada bir çox nüans var. Qonağım isə kiber təhlükəsizlik sahəsində zəngin bir təcrübəyə malik olan mütəxəssisdir. Azərbaycan Hava Yollarının İnformasiya Təhlükəsizliyi Departamentinin müdiri Elxan Abdullayev. Elxan bəy, xoş gəlmisiniz. Salam Fariz bəy. Çox sağ olun dəvət üçün. Sizi də təbrik edirəm yeni layihəniz üçün. Ümidvaram ayağım düşərli olar və tamaşaçılara kifayət qədər onlara lazım olan məlumatları paylaşarıq. Elxan bəy, biz də dəvətimizi qəbul etdiyiniz üçün təşəkkürümüzü bildiririk. Elə vaxt itirmədən ilə ilk sualımızla başlamaq istəyirik. Aviabilet alarkən hansı məqamlara diqqət yetirməliyik ki, bu proses təhlükəsiz olsun? Belə deyim, azaldan bilet alarsanız, rəsmi saytından bu tam təhlükəsiz olar. Buna həminliklə vurğulamaq istəyirəm. Yəni heç bir boşluq falan yoxdur. Lakin tək Azal deyil təbii ki, digər aviaşirkətlər də var. Məsləhətim onların rəsmi saytından bilet almaqdır. Nə üçün? Çünki o saytlar daima monitorinq olunur, yoxlanılır. Təbii ki, böyük sistemlər var, axtarış sistemləri, bilet sistemləri. Lakin orada bir məqama diqqət yetirmək lazımdır. Axtarışdan sonra sizi hər hansı bir sayta yönləndirilir bilet almaq üçün. O saytda hər zaman rəsmi sayt olmur. O səbəbdən, yəni siz artıq bilet alarkən kart məlumatları və sair informasiyanı daxil edirsiniz. Onların da nə cür qorunmağını tam bilmək olmur. Bəli, bir növ sual altındadır ki, o məlumatlar necə qorunur, təhlükəsizlik məsələləri hansı səviyyədədir? Bəli. Tutaq ki, biletimizi aldıq və səyahət başladı. Aeroport ərazisində təbii ki, bizə Wi-Fi şəbəkələri də lazım olur. Çünki həmin vaxt mobil şəbəkəyə əlçatanlıq bir balaca məhdudlaşır. Çünki həmin an, belə deyək də, müəyyən məlumatları yaxınlarımıza ötürmək istəyirik. Biz artıq çatmışıq, salamatıq, sağ-salamat çatdıq və bu əsnada təbii ki, Wi-Fi şəbəkələri də böyük rol oynayır. Bu Wi-Fi şəbəkələrinin təhlükəsizliyi məsələsi mütləq qaydada prioritet olur. İctimai Wi-Fi şəbəkələrindən istifadə edərkən aeroportda hansı məqamlara diqqət yetirməliyik? Çox həssas bir mövzudur təbii ki. Yenə də deyim, bizim aeroportlardan istifadə edərkən əmin ola bilərsiniz, Wi-Fi qorunur. Hətta bəzi filtrlər də orada həyata keçirilir ki, telefondan və notebooklardan daxil olarkən heç bir belə deyək, zərərli proqram təminatları yüklənməsin. Ancaq bizim aeroportda belə problemlə qarşılaşa bilərsiniz. Niyə? Çünki ictimai nəqliyyat növüdür deyə orada müxtəlif insanlar olur. Təsəvvür eləyin, sizdən kənarda oturan bir şəxs notebookla işləyirsə, təbii ki, siz orada nə etdiyini bilə bilməzsiniz və o insan başlayıb öz notebookundan Wi-Fi paylayarsa, təbii ki, sizin də avadanlıq ona yaxındır, şəbəkəsi daha yaxşı tutur. Ona görə trafikiniz ona tərəf yönləndilə bilər. Və bu zaman nə baş verir? Bu zaman siz elədiyiniz əməliyyatlar həmən şəxsin kompüterində görsənə bilər, onu deşifrə edib baxa bilər. Bu səbəbdən, yəni çalışmaq lazımdır ki, ümumiyyətlə aeroportlarda və təbii ki, digər yerlərdə də, ictimai yerlərdə free olan Wi-Fi-lara qoşulmayasınız. Qoşulduğunuz təqdirdə də təbii ki, kritik əməliyyatlar eləməyin, çünki yenə də vurğulayım, yəni hər bir əməliyyat müəyyən bir trafik açıq şəkildə gedir, müəyyən trafik bağlı şəkildə gedir. Onu yəni adi bir insanlar təbii ki, tam anlaya bilmir. Kart əməliyyatlarıdır, girişlərdir və s. bu kimi əməliyyatları yəni yerinə yetirməsəz daha yaxşı olar. Çox gözəl bir məqama toxundunuz. Burada bir məsələni də vurğulamaq istəyirəm. Bəzən kiberdələduzlar orada qeyd etdiyiniz o Wi-Fi şəbəkələrinin adlarını formalaşdırarkən xüsusi nüanslara da diqqət etdilər. Free Airport Cafe və yaxud da Free Airport Terminal kimi ifadələrdən istifadə edərək istifadəçiləri cəlb eləməyə çalışırlar. Və burada da təbii ki, bir texniki metoddan istifadə edirlər. Bu kiber cəmiyyədə də tanınan bir Evil Twin deyirlər, şər əkizi. Yəni bir növ eyni orijinal şəbəkənin saxtalaşdırılması. Və bu metodlardan istifadə edərək istifadəçilərin məlumatlarını ələ keçirməyə çalışırlar. Təbii ki, bu prosesdə maliyyə tərəfi də önəmlidir. Onlayn bilet alarkən kart məlumatlarımız necə qorunur və burada da hansı məqamlara diqqət yetirməliyik?
Tamam, bu da gözəl sualdır. Artıq Azalı tərifləməyim. Yəni Azal kimi digər şirkətlər də rəsmi saytları mütəmadi olaraq yoxlanılır, qorunur. Penetrasiya testi deyirlər. Oradan keçirlər, boşluqlar aradan qaldırılır. Orada yəni məlumat oğurlama ehtimalı çox azdır. Lakin digər saytlar hansılar ki biletləri müxtəlif kompaniyalarla satırlar, daha cəlbedici saytlardır. Onlarda nə baş verir? O saytlar da təbii ki, mükəmməl şəkildə qurulmalıdır. Tək mükəmməllik deyil, vaxtaşırı onlar da yoxlanılmalıdır. Lakin kiçik şirkətlər böyük sərmayə ayıra bilmirlər bunun üçün. Ona görə də ildə bir dəfə və yaxud da ümumiyyətlə yoxlanmalar olmur orada. Bu səbəbdən yəni sizin daxil etdiyiniz məlumatlar orada emal olunduqda həmənki saytda da qala bilər hətta və yaxud da yəni ödəniş zamanı yönləndirilən bir prosesinq mərkəzində orada da bir oğurlanma ola bilər. Bu səbəbdən təbii ki, biz bundan öncə də rəsmi saytları vurğulayırıq, lakin yəni reallıq budur. Bu dəqiqə mən texniki tərəflərini desəm, təbii ki, bizi izləyənlər tam onların detallarına varmaya bilərlər. Çünki texniki insanlar onu sadəcə başa düşür, sayt şifrəlidir, sertifikatlıdır və s. Lakin tövsiyə görərdim, biletin qiyməti biraz baha da olsa belə rəsmi saytdan alsınlar və ya görürsünüzsə ki, yox, xeyli fərq eləyir. Tövsiyə görərdim, virtual bir kart, hər bir bankın artıq virtual kartı var. O kartlara müəyyən məbləğ yükləyərək yalnız tanımadığınız bir saytdan falan ödənişlər eləyəndə orada istifadə eləyin və yaxud da hər hansı bir kartınızı ayırın sırf o məqsədlə, yəni kartın içərisində məbləğ saxlamayın, müəyyən əməliyyatlar eləyən zaman sadəcə o zaman yəni yüklənmə edin karta və ondan sonra alışlarınızı həyata keçirin. Çox gözəl bir məqama toxundunuz. Burada əsas biletlərin qiyməti məsələsidir ki, vurğuladınız. Vətəndaşların da əsas aldanma, belə deyək də, istiqaməti bu biletlərin qiymətində olur. Daha çox ucuz qiymətlərə yönləndikləri üçün bu dələcəduq prosesləri, belə deyək də, geniş yayılır. Və burada da təbii ki, müxtəlif qeyd etdiyiniz platformalar var. Həmin platformalar fərqli qiymətləri təklif edirlər. Bir növ əslində sosial mühəndislik də deyə bilərik də buna. Qiymətlərin cazib görünməsi və vətəndaşların aldanılması. Bəli, sosial mühəndislik yəni bugünkü dövrdə ən həssas nöqtədir. Çünki insanlar nəinki aviabilet alanda, hətta adi bank hesablarından nə qədər oğurluqlar olubdur. Bunu yəni kiminsə üzərinə yıxmaq düzgün deyil. Çünki sonuc olaraq əgər bir şəxs öz məlumatını ötürürsə qarşı tərəfə, heç bir sistem bunun qarşısını artıq ala bilməyəcək. Çünki o müəyyən edə bilməz ki, bu həqiqətən də sizsiz. Düzdür, ikili faktorlu autentikasiya metodları və s. var. Ancaq bu da o demək deyil ki, yəni siz tam qorunursunuz. Çünki onu da təqdim edən elə həmənki şəxslər olur, yəni kimlər ki aldadılır. Bu səbəbdən yəni çalışmaq lazımdır ki, ya rəsmi saytlardan müxtəlif əməliyyatlar olunsun və yaxud da ki müəyyən bir kart ayrılsın, sırf o kartdan alış-verişlər olsun. Aydındır təbii ki, vətəndaşların belə deyək də rezervasiya zamanı aviaşirkətlər tərəfindən onlara SMS-lər, e-poçtlar göndərilir ki, bunların da təhlükəsizlik məsələsi var ki, vətəndaşlar necə ayırd eləsinlər ki, bu mesajlar şübhəlidir və yaxud da rəsmidir? Yəni bu barədə də istəyirdim danışardıq. Tamam. Baxın, bilet alan zaman təbii ki, orada həm telefon nömrəsi qeyd edirik, həm mail adresimizi. Bilet alan zaman təbii ki, hər iki ünvana məlumatlar gəlir. Bu alan zaman baş verir. Lakin sonra nə baş verə bilər? Təbii ki, yəni hər birimiz artıq qarşılaşırıq. Hətta bir-birimizlə danışdığımız zaman sonra bir Facebook, Instagram səhifəsini açanda görürük, danışdığımız kontentə uyğun olaraq bizə reklamlar çıxır. Təbii ki, indi bunun tam necə baş verdiyini burada müzakirə etmək biraz uzun proses olar, amma bu var. Yəni analitikalar işləyir və s. Siz bilet aldığınız zaman nə baş verir? Təbii ki,
hər hansı bir axtarışlar eləmisiniz bilet almazdan öncə və s. və bu məlumatlar müəyyən sistemlərdə, reklam xarakterli sistemlərdə toplanılıbdır. Və belə deyim, hakerlər və niyyəti pis olan insanlar sizə bir neçə gün sonra reysin dəyişilməsi ilə bağlı və s. bu kontentə uyğun olaraq bir mail və yaxud da ki, SMS göndərə Bəli, bilərlər. və yaxud da ucuza bilet və yaxud da bilet rezervasiyasının ləğvi ilə bağlı linkə keçid edən tipli mesajlar göndərə bilərlər. Təbii ki, linkə keçid zamanı da artıq həmənki sayta yox, digər saytlara yönləndirilir və o çox belə deyə həmənki saytları ideal şəkildə kopyasını çıxardırlar deyə bunun fərqində olmuruq. Bu səbəbdən yəni tövsiyə edərdim, hər hansı bir mail, SMS gəldikdə artıq aviabiletin aldığınız yerin rəsmi saytına daxil olub. Təbii ki, orada akkauntunuz böyük ehtimal olacaq, olmasa belə rezervasiya nömrəsi ilə və s. məlumatı təzədən axtarış verib əldə edə bilərsiniz. Yəni SMS-ə kifayətlənməmək lazımdır. Bir dəfə də yenidən yoxlamaq lazımdır məlumatı və daha sonra bu bilet məlumatlarında bildiyim qədərilə tiket ID, biletin ID, identifikasiya nömrəsi də olur. Həmin məlumat üzərindən də portaldan yoxlanış eləmək səhv eləmirəmsə. Bəli, təbii ki, yəni mən ona görə deyirəm, bu rəsmi saytlar elədir ki, onlarda həm müxtəlif kampaniyalar olur, bonuslar, məsəl üçün bizdə azalma var, müxtəlif millər qazanırsınız. Artıq şəxsi kabinetinizə daxil olduqda orada bütün reyslə bağlı hər hansı bir dəyişikliyi və s. izləyə bilirsiniz. Bu səbəbdən yəni gələn bir SMS-ə yenidən rəsmi olaraq qeydiyyatda olduğunuz sistemdə yenidən yoxlamaq lazımdır. Və ən əsası da ki, şübhəli mesaj aldıqda birbaşa rəsmi qurumun özünə müraciət edib bu məlumatları dəqiqləşdirmək lazımdır, belə düşünürəm. Təbii ki. Və bu da təhlükəsizlikdə prioritet rol oynayır. Bəli, orada yəni sosial mühəndislikdə fərqli növ maillər ala bilərsiniz, SMS-lər. Bəzisində reysin təxirə salınması ilə bağlı, bəzisində müxtəlif biraz ödəniş etməklə daha klası yüksək olan yerlərə keçidlə bağlı. Yəni bilmək lazımdır ki, sizə göndərilən SMS-də sizi cəlb edən nəsə olmalıdır və artıq görürsünüzsə ki, nəsə cəlb eləyir sizi, nəyəsə yönəli bir addımlar atacaqsınız. Məncə orada durub sadəcə olaraq fikirləşib daha sonra hər hansı bir addım atmaq lazımdır. Elə qeyd etdiyimiz məlumatlardan irəli gələrək vətəndaşlara buradan bir tövsiyə də vermək istərdik. Vətəndaşlar əzalla bağlı şübhəli SMS və e-poçt aldıqda ekranda görünən mənbələrdən məlumatın doğruluğunu dəqiqləşdirə bilərlər. Elxan bəy, bəzən görürük ki, vətəndaşlar elə aeroportda olarkən təyyarə biletlərinin görüntüsünü də paylaşırlar və burada pasport məlumatları da olur bəzən həmin şəkillərin içərisində və bu məlumatların sosial şəbəkələrdə mübadiləsi prosesi həyata keçirilir. Bu proses barədə, bunun yarada biləcəyi təhlükələr barədə istərdim danışaq. Bəli, bu məlumat paylaşımı da xeyli təhlükəyə səbəb ola bilər. Son illər artıq sosial şəbəkələrdə müxtəlif ölkələrə gedəndə insanlar aviabiletin yanında pasportun və s. çəkib sosial şəbəkələrə əlavə edirlər. Burada nə baş verə bilər? Təbii ki, hamımız bilirik, aviabiletin üzərində aviabiletin öz nömrəsi olur. Yanında pasportunuzun nömrəsi ola bilər. Əsas burada ilk öncə təbii ki, səyahət edirsinizsə, aviabiletin nömrəsidir. Bilirsiniz, uçuşdan öncə onlayn check-in və s. prosesləri olur. Artıq sizin bu məlumatınız kimlərəsə bəlli olduğu zaman sizin uçuşunuzu hətta belə ləğv edə bilərlər. Düzdür, şirkətlər müəyyən ikili autentikasiya metodu ilə orada bunun qarşısını ala bilirlər. Lakin yəni digər suallarda da vurğuladığım kimi proses belə özü hakerlər tərəfindən keçirilə bilər. Çünki sistemdir, sistemin müəyyən dövrdə boşluğu yarana bilər. Biz şirkət olaraq yəni bunun qarşısını almaq üçün müxtəlif yollardan təbii ki, istifadə edirik. Lakin insanlar da hətta paylaşdıqları zaman
o hissəni ya görsənməməsini Blurlamaq. Bir növ blurlamaq lazımdır ki, həmin məlumatlar görünməsin. Əslində düz vurğulayırsınız, çünki orada elə məlumatlar ola bilər ki, həmin məlumatlardan istifadə olunaraq bir sosial mühəndislik mesajı tərtib oluna bilər ki, həmin və yaxud da həmin aviaşirkətin adından sizin məlumatlarınızdan istifadə olunaraq sizə qarşı bir mesaj göndərilə bilər ki, bu məlumatlardan dələduzluq məqsədi üçün istifadə olunsun. Deməli, ən kiçik sadə addımlarımız belə böyük risklər yarada bilər. Ümumilikdə səyahət edərkən fərdi məlumatlarımızın qorunması üçün hansı addımları, hansı praktik məsləhətləri tövsiyə edərdiniz? Deməli, Fariz bəy, bundan öncə biz boarding passı qeyd elədik, Wi-Fi qeyd elədik. Bir məqam da var, onu mənim öz başıma gəlib vurğulamaq istəyirəm. Təbii ki, reklam olmasın deyə şirkətin adını çəkmək düzgün olmaz. Lakin yəni belə bir proses baş verir. Siz hər hansı bir otel rezervasiya etdiyiniz zaman oteldə ödəniş edəcəm deyə bir hissə olur. Yəni onu kliklədiyiniz zaman kart məlumatlarını ora daxil etməlisiniz, ancaq sizdən məbləğ çıxmır. Lakin burada nə baş verir? Sözləşməni təbii ki, heç kim oxumur. Bu kart məlumatı da sırf bütün məlumatları, CV kod belə gedir otelin belə deyək, sisteminə. Database-nə. Bəli. Artıq siz ora gəldiyiniz zaman onlar ya bir gün öncə məbləği çıxmağa çalışırlar və yaxud da ki, otelə gəldiyiniz zaman siz plastik kartla ödəniş edirsiniz və yaxud da ki, avtomatik elə onlar qeyd edirlər ki, həmənki kartdan çıxaq, razılaşırsınız. Ancaq fərqində də belə olmursunuz ki, artıq onlarda bütün məlumatlar var. Çünki onlar o məlumatlar olmasa kartdan məlumatı çıxara bilmirlər. Proses sonra baş verdiyi üçün kart məlumatı hər hansı bir yerdə saxlanılmalıdır təbii ki. Və bir çox artıq şikayətlər olubdur, hadisələr olub ki, siz səyahətdən qayıtdığınız zaman kartınızdan başlayıb məbləğlər çıxmağa. Bu səbəbdən, yəni bundan öncə də vurğulamışdım, virtual kart və yaxud da ki, müəyyən bir kartı ayırıb qoyursunuz. Sırf onlayn alış-verişlərinizdə tək o kartdan istifadə edirsiniz. Əslində qeyd etdiyiniz kimi, yəni aviabilet və yaxud da xidmət alarkən hər hansısa bir saytda kart məlumatlarının yadda saxlanılması məsələsidir ki, bu bir növ kritik əhəmiyyət daşıyır. Yəni vətəndaşlara maksimum tövsiyəmiz odur ki, kart məlumatlarını bir növ seyv eləməsinlər, yadda saxlamasınlar həmin saytlarda. Həmçinin mütəmadi olaraq da kart abunəliklərini yoxlamalarda, yəni burada prioritet ola bilər. Bəli, saxlanılmaq ümumiyyətlə risklidir. Saxlanma nə dərəcədə olur, harda olur, onları kimlər görə bilər, bunu heç kim qarantiya verə bilməz. Lakin saxlanılmaqdan da başqa məlumat, yəni ötürüldüyü zaman hakerlər nə edirlər? Yəni məlumatı ötürülən zaman onu əldə etməyə çalışırlar. O prosesdə də yəni məlumat oğurlanması baş verə bilər. Bu səbəbdən yəni sadəcə olaraq qıraqda bir virtual və yaxud da ki, ayrılmış bir kart olsa kifayət edir. Elxan bəy, çox maraqlı keyslərə toxunduq, məsələlərə toxunduq. Digər vacib bir məsələ aviasiya sahəsinin üzləşdiyi kiber təhlükələrdir. Müxtəlif mənbələrdən əldə etdiyim məlumata əsasən 2024-2025-ci illər ərzində aviasiya sahəsində daha çox ransomware hücumları qeydə alınıb və bununla yanaşı aviasiya sahəsinin üzləşdiyi kiber təhlükələr hansılardır və bunlar bu hücumlardan qorunmaq üçün hansı tədbirlər, hansı mexanizmlər tətbiq olunmalıdır? Bəli, son vaxtlar, yəni aşırı dərəcədə hücumlar baş verir. Hətta yaxın aylarda Rusiya Federasiyasına aid olan bir aviaşirkətə də hücum baş vermişdi. Kifayət qədər böyük həcmli fayllar oğurlanıb, sistemləri dayandırıblar və bunun nəticəsi olaraq təbii ki, reyslər də təxirə salınır. Yaxın 1-2 həftə öncə Avropa ölkələrində, London, Brüssel, Berlin aeroportlarında dayanmalar oldu. Check-in hissəsinin boşluğu nəticəsində, yəni bu hücumlar baş verdi və minlərlə reys təxirə salınıbdı. Burada təbii ki, sistemin də bir dayanıqlığı olmalıdır. Tək insan faktoru deyil. Yəni biz bundan öncə sosial mühəndislik və s. danışdıq. Şirkətlər də artıq kiber təhlükəsizliyə daha çox önəm verirlər. Bizdə də yəni ölkə üzrə artıq kiber təhlükəsizlik bir tələb olubdur. Müxtəlif requlatorlar tərəfindən də yəni artıq qurumlara təhlükəsizlik gücləndirilməsi üçün göstərişlər verilibdir. Yəni
İnşallah ki bizdə böyük bir problemlər çıxmaz, çünki kifayət qədər böyük işlər görülüb və görüləcək bundan sonralarda. Elxan bəy, istərdim biraz da şəxsi təcrübənizdən danışaq. Hazırda kiber təhlükəsizlik komandasını qurmaq necə oldu? Yeni komanda qurmaq istəyən şəxslərə buradan tövsiyələriniz nələr olardı? Azalda düzdür, uzun müddət deyiləm, bir ildir oradayam. Mən bundan öncə bank sektorundan gəlmişəm. Bura gələndə fikirləşirdim ki, pul bankdadır və xakerlərdə daha çox bura maraqlı gəlir. Lakin gəldiyim ilk gündən artıq təbii ki, öhdəliyi bilirdim, yəni kritik bir infrastrukturdur və s. Lakin o işə başlamaq lazımdır ki, onu biləsən. İşə başladığım bir həftə keçmişdi. Bir rəhbərlə orada görüşdüm. O mənə vurğuladı ki, yəni çox sevindi ki, Azalda da kiber təhlükəsizlik qurulur. Dedim, müəllim, bəs siz nədən narahatsınız daha çox? Dedi, bax, məndə olan sistemlərdən pilotlara müəyyən məlumatlar gedir. O məlumata əsasən pilot qərar verir ki, samolyotu hansı bucaq altında qaldıracaq. Və sonra da dedi ki, siz artıq başa düşdünüz ki, o məlumat oğurlansa və yaxud da səhv göndərilsə nə baş verə bilər. Artıq həmin andan tam olaraq başa düşdüm ki, doğrudan da çox öhdəliyi böyük olan bir strukturdur. Təbii ki, bu bizə də daha çox, yəni professionallığımıza töhfə qatır. Daha ciddi yanaşırıq işə mən və komandam. Komanda yeni qurulanda da təbii ki, siz yəni soruşdunuz məsləhətim nə olar? Komanda yeni qurulanda təbii ki, əməkdaşları başlayırsınız ora cəlb eləməyə. Gündə neçə dənə müsahibələr və s. Burada mən daha çox belə deyim, insanın xarakterinə, əməkdaşın xarakterinə diqqət yetirirəm. Niyə? Çünki hər bir texniki məsələ öyrənilə bilir, ancaq dürüstlük və yaxud da işə səmimiyyət öyrənilə bilmir və o getdikcə də əgər həmin əməkdaş işə qəbul olunursa, özün büruzə verir komandada da. Texniki məsələləri təbii ki, komandanız nə qədər professionallar tərəfindən idarə olunursa, sistemləriniz bir o qədər daha güclü olur. Müxtəlif həll yolları ilə təbii ki, bu baş verir. Bizdə Azalda rəhbərliyinin bizə göstərdiyi təbii ki, həm etimad, həm kiber təhlükəsizlik həlləri də çox ucuz həllər deyil. Yəni kifayət qədər yəni maliyyət vəsaiti tələb eləyir. O baxımdan da dəstək var bizə və sonuc olaraq da biz öz qarşılıq olaraq o belə deyək, bizə qoyulan bir etimadı doğrultmalıyıq. Bir tövsiyə olaraq belə bir şey vurğulamaq istərdim ki, təbii ki, indi sistemlər öz yerində, siz bunları qurursunuz və s. Daha çox rast gəldiyimiz icazələrin tənzimlənməsidir. Niyə? Çünki müəyyən şəxslər onlara lazım olmayan bir məlumatlara sahib olurlar. Bu da təbii ki, bütün qanunları pozur. Bu səbəbdən, yəni yeni komanda quran şəxslərə tövsiyəm olardı ki, access management deyilən hissə var, yəni icazələr, işə qəbul, işdən çıxarılma və işdən əməkdaş ayrılırsa onun icazələrinin o dəqiqə ləğv olunması və s. Yəni bu proses insanlara bağlı olan bir prosesdir. Hər hansı bir təbii ki, sistem üzərində qurulur, lakin bunu insanlar qurur, əməkdaşlar bunu prosesi düzəldirlər. O prosesdə düzgün qurulmalıdır ki, hər hansı bir əməkdaş işə qəbul olanda ona artıq əlavə məlumatlara sahib olma verilməsin, icazə verilməsin və həmçinin işdən ayrıldıqdan da bütün icazələri yəni götürülsün avtomatik olaraq. Çünki bugünkü dünyada yəni müxtəlif yerlərdə artıq avtomatizasiyanı biz görürük. Artıq işə qəbul, işdən çıxma proseslərində də biz onu tətbiq eləməliyik ki, daha təhlükəsiz bir mühit yaradaq. Komandanın qurulmasından danışdıq. Təbii ki, bizi gənclər də izləyir. IT sahəsində belə deyək də kiber təhlükəsizliklə məşğul olan gənclər düşünürəm ki, bu sfera ilə məhdudlaşmamalıdır. Başqa hansı istiqamətlərə yönəlsələr daha faydalı olar onlar üçün?
İstiqamətlər əslində çoxdur. Təbii ki, son zamanlar bu süni intellekt və sairə məsələlər də aktual olubdur. Əsas odur, bir gəncin öz istəyi olsun. Təbii ki, getdiyi sahə üzrə də müəyyən bir qazanc əldə etməlidir. Onu da əslində araşdırmalıdır. Mənim öz fikrimi soruşsanız, mən daha çox data analitika tərəfi bəyənirəm. Əslində bəli, o istiqamət üzrə gedərdim. Niyə o istiqamət üzrə? Çünki yəni xatırlayıram, bir 7-8 il öncə bir dostumuz var idi Türkiyədə. Bu yemək daşıma şirkətinin biri Türkiyədə də var. Çox köhnə bir şirkətdir. Həmənki şirkətdə işləyirdi və özü də təzə qəbul olmuşdu ora işə. Maraqlı bir hadisə danışdı. Yəni bizdən soruşdu ki, sizcə bu şirkət yalnız yəni yemək daşımaqla pul qazanır? Dedi ki, yəni təbii ki. Dedi, xeyr, artıq yəni data satmaqla da artıq pul qazanır. Nə kimi data? Yəni vurğuladı ki, misal üçün müəyyən bir yerdə restoran şəbəkəsi və s. yoxdur. Artıq o restoranlarla danışıb, gündəlik onlarda belə deyək, sifarişlər olur. Artıq onların data analitika komandası müəyyən edir ki, bu nöqtədə misal üçün hər hansı bir növ restorana və yaxud da ki, çay evi olsun və tələbat var. Hansı istiqamət üzrə tələbat varsa, o məlumatı artıq şirkətlərə satır. Yəni misal üçün müəyyən bir içkilər var. Ay ərzində hansı bölgədən neçə ton içki satılıbdır. Hətta belə bir nüansı da vurğuladı. Yəni Türkiyə üzrə onlara bəlli idi ki, keçən illə bu il nisbətində əhalinin sayında, yəni oruc tutanların sayında artım var yoxsa yoxdur. Təbii ki, günorta yeməklərinin sifarişi artdıqca və 2 ili müqayisə elədikcə bu nəticəyə gəlirlər. Yəni dediyim odur ki, bugünkü dünyada baxın, reklamdır, məlumatdır və s. bunlardan artıq şirkətlər başlayıbdı pul qazanmağa. Biz qəbul eləməliyik, yəni bu reallıqdır. Kiber təhlükəsizliyi, informasiya təhlükəsizliyi şirkətlərdən yəni bir maliyyə tələb eləyir. Qarşılığında maliyyə vermir, ancaq düzdür, böyük bir riskləri qarşısını alır və o səbəbdən də şirkətlər yəni bura maliyyə ayırırlar. Lakin siz digər bir istiqamətlərə baxsaz, onlar şirkətlərə maliyyə gətirirlər və bu istiqamət də şirkətlər üçün daha önəmli olur. Bu səbəbdən yəni kiber təhlükəsizlikdən əgər qırağa baxarsaq, bu təbii ki, mənim sırf subyektiv fikrimdir. Yəni mən seçərsəm data analitika sahəsini seçərəm. Amma təbii ki, süni intellekt və s. siz misal üçün bank sektorlarına daxil olduqda görürsüz ki, artıq operatora o dəqiqə yönlənilmir. Süni intellekt var, sizin yazdığınıza avtomatik cavablar verir. Artıq hazır şəkildə tərtib olmuş call center mən orada sözün düzü salamdan sonra operatora qoşul yazıram və o dəqiqə mən operatora yönləndirilir. Çünki yəni süni intellekt çalışır birinci suala cavab versin, daha sonra artıq lazım olduqda yönləndirsin. Yəni belə. Hətta belə deyərdim, belə deyək də, son dövrlərdə çıxan süni intellekt həllərində belə, yəni kiber təhlükəsizlik istiqamətində böyük irəliləyişlər əldə olunub. İlkin təhdidin müəyyən edilməsi modellərində də, yəni süni intellektin rolu böyükdür. Bu istiqamətdə də hansısa təhlükələr varmı? Bəli, baxın, süni intellekt nə qədər belə deyək, töhfə qatsa da bizim həyatımıza, o cümlədən də onun riskləri var. Sizə hər hansı bir yəni mail və yaxud da ki məlumat göndərildikdə artıq süni intellektlə onu elə bir hala gətirirlər ki, siz müəyyən edə bilmirsiniz ki, bu realdır yoxsa yox. Bu səbəbdən yəni necə ki bir həkimin əlində bıçaq var, yəni onu ilə öldürmək də olar insanı və sağaltmaq da olar. Süni intellektdə yəni belədir. Yəni
Düzgün ataxaların məqsədə sayı uyğun da istifadə olunsa, bəli, ataxaların sayı da kifayət qədər, yəni artıb süni intellektin sayəsində. Niyə? Çünki artıq müəyyən edirlər hansı sistemlərdə nə cür boşluqları var. Amma təbii ki, məsəl üçün bizdə 7/24 işləyən SOC komandası var. Onlara da artıq illər öncə məsəl üçün gün ərzində misal çəkirəm 100 dənə insident ortaya çıxırdısa, artıq indi o 10-15 səviyyəsinə qədər enibdir. Elxan bəy, son olaraq bizi izləyən vətəndaşlara istərdim ki, praktik məsləhətlər də verək ki, gündəlik həyatlarında tətbiq edə bilsinlər. Tamam, verək. Mən əsas belə deyim, şifrəni vurğulamaq istəyirəm. Şifrələr gərək mürəkkəb olsun. Çünki belə deyim, bizim müştərilər arasında belə şəxsi kabinetdən istifadə edən müştərilərimizin öz şifrələri müəyyən sistemlərdə artıq bilinir. Bizim sistemlər də onu aşkar edib müştərilərə bildirir. Yəni şifrə mürəkkəb olmalıdır. Hər yanda eyni şifrədən istifadə olunmamalıdır və ələlxüsus mən ikili faktorlu sistemi hər bir daxil olduğunuz sistemə tətbiq etməyinizi tövsiyə eləyirəm. Bu nə üçündür? Yəni sizin artıq şifrəniz bilindiyi halda iki faktorlu sizi qoruyur. Üçüncü məsləhətim də şifrələrinizi müəyyən bir proqram vasitəsində saxlayın. Password Çünki bəli, kifayət qədər məlumat oğurluğu brauzerlərdən olub. Brauzerlər, yəni yenilənmədiyi təqdirdə onlarda boşluqlar yaranır. Hətta bizdə də olub, misal üçün Azalma istifadəçisidir. Onun şifrəsi bəlli olubdur, çıxıbdır. Və biz müəyyən eləyirik ki, tək o şifrə deyil, Azalma-sın yanında MyGov və digər sistemlərə girişlərdə də istifadə olunan şifrələr üzə çıxıbdır. Hətta mənim qarşıma belə bir hadisə baş vermişdi. O vaxt bank sektorunda işləyəndə orada bir tələbə idi. Hətta Amerikada oxuyurdu, onu başa düşdü. Yəni bizim banka aid olan sistemin parolu sızmışdı, şifrəsi sızmışdı. Onun yanında da universiteti və s. olan şifrələr də hamısı 12 rəqəmdən də belə çox şifrələr idi. Lakin nə baş vermişdi? Şifrənin saxladığı yer brauzer idi. Brauzerin sındırılması nəticəsində istər 12, istər 22 rəqəmli şifrələr olsun, fərq etmir. Artıq bunlar bəlli olur. Bu səbəbdən qısa olsa desək, şifrənizi mükəmməl edin. Onun saxladığı yerə diqqət eləyin. Yəni hər hansı bir proqram vasitəsilə onları saxlayın, brauzerdə deyil və ikili faktorlardan mütləq şəkildə istifadə edin. Bu istər olsun sosial şəbəkəmiz, istər olsun şəxsi mail ünvanımız, fərq etmir. Artıq bütün sistemlərdə demək olar ki, ikili faktorlu belə deyək, qorunma mexanizmi təqdim eləyir. Sadəcə onu aktivləşdirmək qalır. Çox gözəl vurğuladınız. Orada brauzerlərdə bildiyim qədərilə avtofill funksiyası da olur. Passwordların daxil edilmədən birbaşa sistemə daxil olması məsələsi və o da şifrələrinin saxlanılması məsələsinin kritikliyini burada bildirir. Bəli. Yəni belə deyim, həyatımızda bizi yüngülləşdirən proseslər bəzi halda təhlükə də yarada bilər. Brauzerdə tək şifrə deyil, kart məlumatını da belə sizdən istəyir ki, bu saxlanılsın ya yox. Qəti şəkildə mən bildirmək istəyirəm ki, heç vaxt saxlamayın. Çünki yəni sistemdir, sistem müəyyən dövrdə boşluq ola bilər və hücumlar ola bilər, müdaxilələr ola bilər. Heç kim də bundan qorunmur. Çox faydalı bir söhbət oldu. Bu gün həm vətəndaşların diqqət etməli olduğu məqamlara, həm də aviasiya sahəsində kiber təhlükələr mövzusuna toxunduq. Qonağımıza bir daha dərin təşəkkürümü bildirirəm. Siz sağ olun dəvət üçün. Yenə də uğurlar arzu edirəm. Yəni ümidvaram cəmiyyət üçün faydalı oldu və bundan sonra gələcək qonaqlarınızda bu cür maraqlı suallarla, yəni insanlara bir töhfə vermiş olacaqsınız. Dəyərli izləyicilər, təhlükəsizlik hər birimizin şəxsi məsuliyyətidir. Kanalımızı izləyib videomuzu bəyənməyi unutmayın. Təhlükəsiz qalın, növbəti buraxılışlarda görüşənədək.